10-cu test tapşırığımızda isə yenə barmaqların istiqamətlərinə uyğun olaraq cavablandıracağıq. İlk öncə nəzər yetirsək, görərik ki, 6 nəfər şəxs iştirak edibdir. Uyğun olaraq 1-dən 6-ya qədər düzürük. Məsələn, baxın, birinci dedik ki, smoliklər, bütün smoliklər susan şəxslərdir. İkinci deyir ki, mən deyiləm, barmaq yuxarıdırsa mən deyiləm deyir, özünü inkar edir, digərləri ola bilər. Üçüncü deyir ki, sağımdakılardır, yəni 4, 5, 6-dır, qalan şəxslər deyil. Beşinci deyir ki, mənəm, 3-dən sonra 4 var. Dördüncü deyir ki, solumdakılardır, yəni 1-dir, 2-dir, 3-dür, qalanları deyil. Beşinci deyir ki, mənəm, yəni özünü nəzərdə tutur, digərləri deyil. Daha sonra 6-cı isə susan şəxsdir. İndi oxuyaq. Doğru və yalan məlumat verənlərin sayı eyni deyilsə, vəziyyəti göstərən şəklə əsasən oyunu təklif edə biləcək şagirdlərin sıra nömrəsini seçin. Eyni olmayan. Baxıram birinciyə, sayılar bərabərdir. Burada eynidir. 2 dənə doğru var, 2 dənə yalan var. İkincidə eyni deyil. Üçüncüdə sayılar eynidir. Dördüncüdə sayılar eynidir. Beşincidə eyni deyil. Altıncıda sayılar eynidir. 2, 5 qaldı. Cavabımız A variantı. Baxın yoldaşlar.